Salamlar uşaqlar. Bugün danışırıq tabeli, tabesiz mürəkkəb cümləmizdən. Çoxumuzun yaralı yerdir bu tabeli, tabesiz mürəkkəb cümlə, amma mən deyərdim ki, necə ki, məsəl üçün qrammatikanın ən asan mövzusu olaraq say qəbul olunub, yəni abituriyentlər tərəfindən, eləcə də məncə tabeli mürəkkəb cümlədə o hala düşməlidir. Tabesizlə çox da bir problemimiz yoxdur, amma tabeli ilə bağlı demək olar ki, tanıdığım bütün abituriyentlərin problemi var. Niyə belədir? Onu bu videoda düzəldəcəyik. Tabesiz mürəkkəb cümlə isə asandır. Bundan əlavə əvvəl biraz qəlizlik var idi ki, tabesiz mürəkkəb cümlənin arasındakı komponentlər arasındakı məna əlaqələrini öyrənirdik. Səbəb, nəticə, qarşılaşdırma, ardıcıllıq, zaman və sair məna əlaqələrini öyrənirdik. Amma hal-hazırda tabesiz mürəkkəb cümlə ilə bağlı həmin hissə proqramdan çıxarılıb. Yəni arasındakı məna əlaqəsini öyrənmirik. Sadəcə ümumi olaraq qısa bir cümlə ilə deyib keçək tabesiz mürəkkəb cümlə. Heç zaten çox düşən bir şeydə deyil. Əsas bizə tabeli mürəkkəb cümlə və baş və budaq cümlənin yerinin fərqləndirilməsi lazımdır. İlk öncə hər şeydən əvvəl sadə və mürəkkəb cümlənin fərqləndirilməsini deyəcəm. Sadə cümlə nədir, mürəkkəb cümlə nədir, ondan danışacağıq. Sadə cümlə bir qrammatik əsası olan cümlədir. Hər halda hal-hazırda mürəkkəb cümlənin izahına baxırsınızsa, cümlə üzvlərində bilirsiniz, o mövzunu keçmisiniz. Sadə cümlə bir qrammatik əsası olan cümlə idi. Bilirsiniz, cümlə üzvlərində bir qrammatik əsas nəyə deyilirdi? Mübtəda və xəbər qrammatik əsasdır. Bir qrammatik əsas da o deməkdir ki, məsəl üçün cümlədə bir xəbər olsun, bir mübtəda olsun, biz bunu sadə cümlə sayırıq. Cümlədə 5 mübtəda olsun, amma o 5 mübtədanın 5-i də bir xəbərlə əlaqələnsin. Biz bunu yenə sadə cümlə sayacağıq. Məsəl üçün cümlədə 5 dənə xəbər olsun, məsəl üçün 5 deyirəm də. 5 dənə xəbər olsun. Bu 5 xəbərin 5-i də bir mübtəda ilə əlaqələnsin. Yenə sadə cümlə götürəcəyik. Necə? Burada yazdığım kimi, məsəl üçün mən dedim, eşitdim. Baxın, 2 dənə xəbər var. Amma dedim, kim? Mən. Eşitdim, kim? Mən. Hər iki hərəkəti eləyən mənəm. Hər iki xəbər bir mübtədaya aid olduğuna görə biz bunu sadə cümlə kimi qəbul edirik. Və ya çox mübtədalar ola bilər, amma bir xəbər olar. Məsəl üçün deyirəm ki, o, mən evə getdik. Evə getdik. Baxın. Getdik. Kim? O, kim? Mən. Görürsünüz, 2 dənə mübtəda var, amma ikisi də bir xəbərlə əlaqəlidir. Getdik xəbəri ilə əlaqəlidir. Buna görə də bu da məsəl üçün sadə cümlə kimi sayılır. Yəni 2 dənə xəbər, 2 dənə mübtəda gördüm. Yəni nə bilim, ay burada 2 dənə cümlə var. Mən bunu gedim mürəkkəb cümlə götürüm. Yox. Belə şey yoxdur. Sadə cümlənin tərkibində bir neçə xəbər də ola bilər, bir neçə mübtəda da ola bilər. Amma əsas odur ki, hamısı biri ilə əlaqələnsin. Ya məsəl üçün çox mübtəda olsun, bir xəbərlə əlaqələnsin, ya da çox xəbər olsun, bir mübtəda ilə əlaqələnsin. Biz buna yenə sadə cümlə deyəcəyik. İndi keçək mürəkkəb cümləmizdən danışaq. Mürəkkəb cümlə də ən az 2 qrammatik əsası olan cümlələrimizdir. İstər tabelidə, istər tabesizdə. Məsəl üçün, baxın, burada yazmışam elə bir nümunə kimi, həm də çaşdırıcı bir məqamda onu da göstərmək üçün yazmışdım əslində burada. Baxın, burada bu cümləni yazmışam, bir də onun altında ona bənzər digər bir cümlə yazmışam. Mən dedim, mən də eşitdim. Bax, dedim, kim, mən, eşitdim, kim, mən. Yadda saxlayın, deyəcəksiniz ki, ikisini də eləyən mənəm də, nə oldu, bu niyə mürəkkəb oldu, bu niyə sadə olmadı, hər iki xəbər bir mübtədaya aid oldu, ikisini də hər iki işi mən gördüm, məsəl üçün, niyə bu sadə olmadı, yadınızda saxlayın. Qrammatikada biraz fərqlidir. Əgər sən təhlil elədiyin cümlənin içində, hər cümlənin içində öz mübtədasını təhlil eləyirsənsə, sən bunu mürəkkəb götürməlisən. Dedim, mənə aiddir, eşitdim, mənə aiddir. Düzdür, hər ikisi eyni şəxsdir, amma sadə kimi götürülmür. Çünki hər cümlənin içində öz mübtədası var, görürsünüz? Buna görə bunu artıq biz mürəkkəb cümlə kimi sayacağıq. Düzdürmü? Düzdür. Nə mürəkkəb cümlə? Deməli, tabesiz mürəkkəb cümlə. Belə. Deməli, mürəkkəb cümləyə aid başqa nümunələr də demək olar. Məsəl üçün, deyək ki, o çağırdı, mən getmədim. O çağırdı, mən
Getmədim. Məcbur deyil ki, cümlənin içində mübtəda xəbəri götürəsiniz. Məsəl üçün görəsiniz. Məsəl üçün deyir ki, çağırdı. Belə də verə bilər. Getmədim. Baxın, o çağırdı, mən getmədim. Çağırdı, kim? O. Getmədim, kim? Mən. Görürsünüz, hər xəbərin öz mübtədası var deyə bu sayılır mürəkkəb cümlə. Çağırdı. Görürsünüz, heç bir mübtəda verməmişəm tərkibində, amma bərpa eləyirsən. Kim? O. Getmədim. Bərpa eləyirsən. Kim? Mən. Düzdürmü? Görürsünüz, hər xəbərin öz mübtədası alınırsa, ayrı-ayrı təhlil olunursa, bu zamansa mürəkkəb cümlə sayılır. İndi keçək əsas məsələmiz mürəkkəb cümlədəki tabeli mürəkkəb cümləyə və tabesiz mürəkkəb cümləyə. Nədir bunlar? Mürəkkəb cümlə tabeli və tabesiz olmaqla iki hissəyə bölünür. Tabeli mürəkkəb cümlə adından da bəlli olduğu kimi bir-birindən tabe olan, bir-birinə asılı olan cümlələrdir. Bax yazmışam. Tabeli mürəkkəb cümlə bir cümlə digərindən asılı olur tabeli mürəkkəb cümlədə. Məsəl üçün, gəlib ki, səni görsün. Yəni tabeli mürəkkəb cümlədə belə bir qayda var. Birinci cümləni deyib dayana bilmərsən. Özündən sonra başqa bir cümlə tələb eləyir. Özündən sonra başqa bir cümlə tələb eləyirsə, birinci verilən cümləni deyib dayana bilmirsənsə müstəqil şəkildə, bu tabeli mürəkkəb cümlədir. Bu ən rahat yoldur fərqləndirməyin. O gəlib ki, səni görsün. İkinci cümləni görmə heç. Birinci cümləni deyib dayana bilərsən, o gəlib ki. Məsəl üçün, bir adamla danışırsan, fikirləş də. O gəlib ki, deyib dayanırsan. O gəlib ki. Alınır? Yox. Əlbəttə ki, özündən sonra başqa bir cümləni tələb eləyəcək. Özündən sonra başqa bir cümlə istəyəcək. Bax, həmin cümlələr, birinci cümləsini deyib dayana bilmədiyimiz cümlələr tabeli mürəkkəb cümlələr sayılır. Bu qədər rahat. Tabesiz mürəkkəb cümlələrdə isə belə deyil. Tabesiz mürəkkəb cümlələri isə deyib dayana bilirik birincini. Məsəl üçün deyirəm ki, yağış yağdı, yer islandı. Yağış yağdı. Yağış yağdı deyib dayana bilərsən, düzdürmü? Yerin islandığını deməsən də olar. Sadəcə yağış yağdı deyib dayan. Yerin islandığını deyib deməmək artıq sənin öz qərarına qalıb. Məsəl üçün, kəndə getdi, toy başladı. Kəndə getdi deyib dayana bilərsən. Toyun başlamağından heç nə deməyə də bilərsən. Kəndə getdi dedin, dayandın. Amma məsəl üçün deyirsən ki, oxusa qəbul olacaq. Oxusa. Oxusa deyib dayana bilərsən, yox. Özündən sonra başqa bir şey tələb eləyir. Yəni sual yaranır ki, hə, oxusa nə olacaq? Bir cavab ver. Bax, o birinci cümləsini deyib dayana bilmədiyimiz cümlələr tabeli, birinci cümləni deyib dayana bildiyimiz cümlələr isə tabesiz mürəkkəb cümlə sayılır ən rahat yolla. İndi tabeli mürəkkəb cümlədə ən əsas hissə, deməli, baş və budaq cümlənin fərqləndirilməsidir. Yada saxlayın, ümumiyyətlə, mürəkkəb cümlələr ən az iki cümlədən ibarət olur, düzdürmü? Çünki mürəkkəbdir. Ən az 2 qrammatik əsas dedik. Sadələrdə 1 qrammatik əsas, mürəkkəblərdə isə 2 qrammatik əsas olmalıdır. Mürəkkəb cümlələrdə birinci cümlə və ikinci cümlə tabeli mürəkkəb cümlədə biraz fərqlənir. Tabeli mürəkkəb cümlədə baş və budaq cümlə anlayışı var. Cümlələrdən birinə baş cümlə deyirik, hansı ki baş cümlə hər zaman tabe edən tərəf olur. Budaq cümlə isə hər zaman tabe olan cümlə olur. Baş cümlənin deməli işarəsi bu kvadrat şəklindədir. Budaq cümlənin işarəsi də belə dairə şəklindədir. Yəni başa oxşamayan, yadınızda baş yumru olur axı. Başa oxşamayan budaqdır. Deməli, daha doğrusu başa oxşayan budaqdır, başa oxşamayan baş cümlədir. Bir də yadınızda saxlayın. Hər zaman tabe edən tərəf baş cümlədir. Tabe olan tərəf budaq cümlədir. Yaxşı. Tabe edən baş, tabe olan budaq cümlə olduğuna görə sintaktik əlaqələrdə də yadınızdadsa, oxu məsələsini sintaktik əlaqələri bilənlər bilir. Deməli, oxu budaqdan başa çəkməlisən. Çünki hər zaman bu tabe olur. Bu başın ayağına gəlməlidir. Yəni baş budağın ayağına gedə bilməz. Yəni oxu belə çəkə bilmərsən. Başdan budağa ox çəkmək yanlışdır. Deməli, diqqət səhv falan eləyə bilərsiniz, amma testlərdə mütləq elə şeylərə fikir verin. Deməli, indi başlayaq. Görək nədir, nə deyil. Bu baş cümlə və budaq cümlə birinci də gələ bilər cümlənin içində, ikinci də gələ bilər. Necə olur? Bu sxemləri, burada yazdığım sxemləri, hansı ki 5 dənə sxem yazmışam, bunları yadınıza saxlayın. Cümlədə birinci cümlənin xəbərində sasə görsəniz, bu sasə bu arada şərt şəklinin şəkilçisidir, feilin şərt şəklinin şəkilçisidir və ya isə hissəcik də ola bilər, fərqi yoxdur. Əsas odur ki, sasəni görün, istər isə hissəciyin qısaldılmış forması kimi, istərsə də şərt şəkli kimi. Option, birinci cümlənin xəbərində sasə gördünüz
Siz onu budaq baş sxemi götürürsünüz. Birinci gələn cümləniz budaq, ikinci gələn cümləniz isə baş cümlə sayılır. Yəni gəlsə budaq cümlədir, görəcək baş cümlədir. Birinci cümlənin xəbərində sasə gördükdə. Sasə bərabərdir budaq baş. Sonra sasə plus belə və ya sasə plus dadə gördükdə. Necə? Məsəl üçün, gəlsə belə görmədi. Bax, sasə plus belə. Nə olacaq? Budaq baş. Birinci cümlə budaq, ikinci cümlə baş. Gəlsə də görmədi. Sasə plus dadə. Deməli, birinci cümlə budaq, ikinci cümlə baş cümlə olur. Düzdürmü? Deməli, nə imiş? Bura qədər bir təkrarlayaq. Cümlənin xəbərində sasə görsəm, cümlənin xəbərində sasə plus dadə və ya sasə plus belə görsəm, bu zaman mən bunu sayıram budaq baş. Birinci gələn cümləm budaq, ikinci gələn cümləm isə budaq, daha doğrusu baş cümlə olur. Sxemi necə çəkirsən? Heç nə bu şəkildə budaqdan başa çəkirsən sxemi. Belə. Budaq baş. Sonra m, mi, mu, mü sual ədatı bildiyiniz qədərilə budaq cümlənin tərkibində işlənir. Hansı cümlədə m, mi, mu, münü gördün, həmin cümləni budaq cümlə olaraq qəbul edirsən. Gəldi mi, görəcək. Gördün, gəldi mi, mi işlənib burada. Budaq, baş sxemi. Birinci cümləm budaq, ikinci cümləm isə baş cümləymiş. Şərt güzəşt bağlayıcıları gördükdə. Hansı cümlənin içində şərt güzəşt bağlayıcısı görürsənsə, həmin cümlə budaq baş sxeminə tabedir. Hərçənd gəlib, görəcək. Şərt güzəşt bağlayıcıları bilirsiniz də. Hərçənd ki, bir halda ki, indi ki və s. Bilmirsinizsə kitabdan oxuya bilərsiniz. Hərçənd gəlib, görəcək. Hərçənd gəlib görsən, bu cümlənin içində hərçənd işləndiyinə görə bu cümləmiz olur budaq, o birisi cümləmiz isə olur, görəcək cümləsi isə olur baş cümlə. Yenə sxemi çəkirsən budaq baş sxemi ilə. Sual əvəzliyi plus ki ədatı. Necə? Məsəl üçün yazaq. Hətta burada bir şeydə bağlayıcı söz olaraq qəbul olunur bunlar. Yazaq burada. Sual əvəzliyi plus ki ədatı. Daha çox belə hara, sonra məsəl üçün necə, nə bilim, nə qədər və s. Bütün sual əvəzlikləri ola bilər və ya kimdə ola bilər plus ki ədatı. Deməli, hara, necə, nə qədər plus ki ədatı bərabərdir budaq baş sxeminə. Məsəl üçün yazaq, kimi, daha doğrusu kim ki, məsəl üçün oxuyur. 2-dən sonra niyə virgül qoydum mən burada? Kim ki oxuyur, o qəbul olacaq. Qəbul olacaq. Kim ki, məsəl üçün çox dərs oxuyur, o qəbul olacaq. Baxın, kim ki. Sual əvəzliyi plus ki. Sual əvəzliyi plus ki görəndə biz nə edirdik? Biz bunu götürürdük budaq baş sxeminə uyğun. Nəymiş? Sual əvəzliyi plus ki-nin gəldiyi cümləmiz olurmuş budaq baş sxemində həmçinin. Baş nə pis çəkdim? Budaq baş sxemində həmçinin. Yaxşımı? Bu da belə. İndi keçirik digər bir dənə də qayda yazmışam bura. Bağlayıcı söz. Baxın. Bunlar bağlayıcı vasitələrdir. Bunlar bağlayıcı söz də bağlayıcı vasitədir. Sadəcə bunlar şəkilçi ilə bağlanmadır, bağlayıcı ilə bağlanmadır. Bir də bağlayıcı söz var ayrıca olaraq. Bağlayıcı sözlə bağlayıcı vasitəni qarışdırmayın. Bu da bağlayıcı vasitədir, amma müxtəlif anlayışlarda dediyim kimi. Bağlayıcı söz. Bağlayıcı sözsə yadınıza saxlayın. Belə olur. Bağlayıcı sözsə, bir bu sual əvəzliyi plus ki bağlayıcı söz sayılır. Bir də sual-cavab şəklində mən uşaqlara belə öyrədirəm. Sual-cavab şəklində olanlar bağlayıcı söz sayılır. Yəni birinci cümlədə sual verilsin, ikinci cümlədə də onun cavabı verilsin. Daha çox bu tipdə olur onlar. Necə istəyir, elə etsin. Bu da həmçinin yadda saxlayın budaq baş sxeminə tabedir. Deməli, sual-cavab oldu, sual əvəzliyi plus ki oldu, budaq baş götürürəm. Necə istəyir, elə etsin. Görsən necə sualıdır, onun da cavabını verib elə. Necə elə. Budaq baş. Birincisi budaq, sualın gəldiyi cümlə budaq, cavabın gəldiyi cümlə baş cümlə sayılır. Bax, kimi istəyir onu çağırsın. Kimi, kim sual, o. Kim, o. Sual, cavab. Deməli, budaq, baş sxemi. Düzdürmü? Yadınızda saxlayın bu tip variantları. Məsəl üçün, hara istəyir, ora getsin. Hara, ora. Hara, sualın verildiyi cümlə budaq, ora. Cavabın verildiyi cümlə baş cümlə olacaq.
Yaxşımı? Bu bizim budaq cümləmizin birinci gəldiyi versiyalardır. Hansı ki, bu versiyalarda sasə tək gəldikdə, sasə plus belə, sasə plus dadə, mı, mu ədatı, şərt güzəşt bağlayıcıları olan cümlələr, necə, daha doğrusu sual əvəzliyi olan cümlələr, sual əvəzliyi plus ki ədatı olan cümlələr, biz bunları nə götürürük? Budaq baş sxeminə uyğun götürürük. Birinci dairə, ikinci kvadratın gəldiyi sxemdə olurlar. Yadınızda saxlayın. Baş cümlənin isə baş cümlə qariban, baş cümlə fağır. Onunsa birinci gəldiyi cümlə hər nə qədər tabe edən əsas cümləmiz baş cümlə olsa da, onun birinci gəldiyi cümlə yəni tipləri çox azdır. Yalnız ki ilə bağlananda, bir də ki, yalnız vergül, heç nə görmürsən, heç bir vasitə görmürsən, ancaq vergül görürsən cümlədə, bu zaman yenə baş budaq götürürsən. Yadda saxlayın. Baxın, budaq başın sxemləri çoxdur. Amma baş budağın ikicə dənə qaydası var. Ya ki ilə bağlanacaq, ya da ki, yalnız vergüllə bağlanacaq. Məsəl üçün, gəldi ki, görsün. Ki'nin olduğu cümlə baş cümlə sayılacaq. Yadda saxlayın. Ki'nin olduğu cümlə baş cümlə sayılacaq. Gəldi ki, görsün, düzdürmü? Burada, deməli, ki hardadır? Bu cümlənin tərkibindədir. Vergüldən əvvəldə ki var. Deməli, vergüldən əvvəlki cümləmiz baş. Vergüldən sonraki cümləmiz isə zaten əlimizdə bir versiya qalırdı. Üçümüzə olmayacaq ki. Vergüldən sonraki cümləmiz isə budaq cümlə sayılır. Bir də yalnız intonasiya ilə bağlama məsələsi. Yalnız intonasiya dedikdə bilirsiniz də qrammatikada vergül nəzərdə tutulur loru dillə. Yalnız intonasiya ilə bağlandıqda da baş budaq olur. Baxın, gəldim, görüm. Vergüldən başqa nəsə görürsən, burada hər hansısa bir, nə bilim, bağlayıcı, ya hər hansısa bir sasə, bir şəkilçi falan görürsən burada? Yox. Ancaq vergül görürsən. Deməli, neymiş? Vergüldən əvvəlki cümləmiz baş, vergüldən sonraki cümləmiz isə budaq cümlə sayılır. Yaxşı, bax, burada məsəl üçün mən sxemi səhv çəkmişəm. Budaqdan başa gəlməlidir. Arada çaşıram mən də. Budaqdan başa gəlməlidir bir şey. Deməli, baxın, birinci cümləmiz, vergüldən əvvəlki cümlə baş, vergüldən sonraki cümlə budaq cümlə sayılır. Aydındır bu da. Ən rahat yol, başın birinci gəldiyi versiyanı yadında saxla, budağın birinci gəldiklərində onsuz da biləsən. Başın birinci gəldiklərini yadında saxla, yerdə qalanlarda da budaq birinci gələcək. Deməli, yadda saxla, ki ilə bağlansa, kinin olduğu cümlə baş, digər cümlə isə budaq. Yalnız intonasiya ilə bağlansa, vergüldən əvvəlki cümlə baş, vergüldən sonraki cümlə budaq cümlə sayılır. Bu qədər rahat. Bir də yadında saxla əlavə olaraq ki, yerdə qalan bütün versiyalarda mən budaq baş götürəcəm. Baş budaq yox, budaq baş götürəcəm. Hansı ki, o versiyalar da burada yazdığım versiyalardır. Yəni, heç bir çətinlik yoxdur məncə burada. Nə çətinlik var, anlamıram. Bir də bir şey deyəcəm sizə. Bu yalnız intonasiya ilə bağlanma məsələsində bir tık, türklər deməli, bir tık qarışıq məsələlər var. O nədir? Yalnız intonasiya ilə bağlananda biz dedik ki, baş budaq sxeminə tabe olur. Amma yadınızda saxlayın. Yaddaşa vurun ki, yalnız intonasiya ilə bağlandıqda qarşımızda əslində 3 dənə seçim olur. 3 dənə seçim olur. Yalnız intonasiya ilə bağlanıbsa, biz bunu sadə cümlə kimi də götürə bilərik. Yalnız intonasiya ilə bağlanıbsa, budaq baş kimi də götürə bilirik. Baş budaq kimi də götürə bilərik. İndi deyəcəksiniz ki, hər şey qarışdı bir-birinə, yaddan çıxdı əvvəl bildiklərimdə. Azərbaycan dilinin qaydasından çox istisnaları var. Və imtahana da sizə normal qayda yox, bütün qaydaların istisnası düşür. İstər buraxılışa, istərsə də ki, bloka, heç bir, mən nə buraxılış, nə blok imtahanda sadə qayda görməmişəm. Bütün qaydaların istisna versiyasını salırlar. Ondansa ona görə deyirəm ki, qaydanın özünü bilməkdənsə istisnanı bilsəniz daha yaxşıdır. Daha çox işinizə yarayacaq. Yadda saxlayın. Yalnız intonasiya ilə bağlandıqda əslində bizim qarşımızda 3 dənə seçim olur. Çox sadə. Bir dənə cümlə görürsən, həmin cümlədə vergüldən başqa heç bir vasitə yoxdur. Bu zaman həmin cümlədə vergüldən əvvələ bir dəfə ki artırırsan. Bir dəfə sasə artırırsan. Bir dəfə də işini artırmırsan. Görürsən, bax, bir dəfə ki artırırsan. Ki artıra bildinsə, baş budaq olur. Bir dəfə sasə artırırsan. Sasə artıra bildinsə, budaq baş olur. Yox, gördün nə kini, nə sasəni artıra bilirsən. Bu zamansa sadə cümlə kimi sayılır. Necə? Məsəl üçün, yazaq burada. Gəldim, fərqli bir şey deyək. Oxu, qəbul
qəbul olasan. Deyəsən orada da nümunə yazmışdım amma yazmışam mı görüm? Hayır, yazmışam bir dəqiqə. Deməli, bax yazmışam burada. Oxudu, universitetə qəbul olsun. Bax, oxudu. Görsən, bax, burada vergüldən başqa heç bir vasitə görmürsən. Tez ağlıva gəlir. Ya ki, ya sasiyə artıracam. Heç biri olmasa, sadə cümlə kimi götürəcəm bu cümləni. Ümumiyyətlə, mürəkkəb cümlə deyil. Ki artıra bilsəm, baş budaqdır. Sasiyə artıra bilsəm, budaq başdır. Bax, oxudu, universitetə qəbul olsun. Oxudusa, universitetə qəbul olsun. Yox. Oxudu ki, universitetə qəbul olsun. Düzdürmü? Ki artırdın. Deməli, nəymiş? Nəymiş? Burada nə yazmışdım? Baş budaq. Baş budaq cümləymiş. Yəni, vergüldən əvvəlki cümləmiz baş, vergüldən sonraki cümləmiz isə budaq cümlə sayılır. Baxın, indi bura. Necə bilir, elə eləsin. Necə bilir ki, elə eləsin demək olur? Yox. Necə bilirsə, elə eləsin. Sə artıra bildim. Deməli, nə oldu? Sə artıra bildiyimə görə birinci cümləm oldu budaq, ikinci cümləm oldu baş cümlə. Hansı ki, baxın, burada yazmışdım. Sə artırılırsa budaq baş olur. Bir də var ki, heç nə artıra bilməyəsən. Bunun əvvəli haradadır? Məsəl üçün, əlavə bir şey yazaq bura. Bunun aşağıdakı cümlə silinib deyəsən. Bunları bildiniz. Bir də sadə cümlə olmağına aid nümunə deyək. Məsəl üçün, gəl görəcəksən. Bax, gəl görəcəksən. Gəl ki görəcəksən. Belə bir cümlə qurunda. Gəl ki görəcəksən. Gəl ki görəcəksən. Alınır? Yox. Ki artırmaq olmadı. Gəlsə görəcəksən. Gəlsə görəcəksən. Yəni, gəl görəcəksəndən, gəlsə görəcəksən bir deyil də. Yəni, gəlsə görəcəksən, gəl görəcəksən. Sənin gəlməyindən söhbət gedir. Kiminsə gəlməyindən söhbət getmir ki, burada. Sasə də artıra bilmədin. Nə ki artırdın, nə sasə artırdın. Deməli, nə oldu? Sadə cümlə. Bu, ümumiyyətlə, sadə cümlə kimi qəbul olunur. Deməli, vergüldən başqa heç nə görməyəndə ki artıra biliriksə baş budaq, sasə artıra biliriksə budaq baş, heç birini artıra bilmiriksə sadə cümlə sayılır həmin cümləmiz. İndi ən sonuncu mövzu olaraq da burada bir sıra istisnalar yazmışam. Əlbəttə ki, o istisnadan əlavə də istisnalarımız var. Hansı ki, buralar niyə silinib belə? Bir dəqiqə, yazaq, əgər m sual funksiyasını daşıyırsa. Deməli, istisnalarımız nədir? Biz dedik ki, ki-nin olduğu cümlə baş cümlə, yəni vergüldən əvvəl ki-ni görürsənsə, vergüldən əvvəlki cümlə baş, vergüldən sonraki cümlə budaq cümlə olur. Düzdürmü? Amma bunun bir istisnası var. Ki-ni anda, əndə ilə əvəz eləyə biliriksə, baş budaq yox, budaq baş olacaq. Necə? Məsəl üçün, gəldik, bir deyirəm ki, belə deyim, belə deməyək də, fərqli bir cümlə quraq, gəlməkdən tutmuşam belə məndə. Evə çatmışdı ki, zəng çaldı. Baxın, evə çatmışdı ki, zəng çaldı. Bir də belə bir ipucu verim sizə. Yenicə, təzəcə sözləri olur çox vaxt belə cümlələrin əvvəlində. Yenicə, təzəcə. Yenicə, təzəcə görəndə budaq baş götürürsən. Deməli, evə çatmışdı ki, zəng çaldı. Bax, normalda biz nə demişdik? Vergüldən əvvəl ki-ni gördün, baş budaq. Bu baş, bu da budaq cümlə olmalıydı. Amma və lakin istisnada nə dedik? Ki-ni anda, əndə ilə əvəz eləyə biliriksə, baş budaq yox, budaq baş olacaq. Bax, evə çatanda zəng çaldı. Evə çatanda, yəni eləyə biləcəksiniz də, hamınız 9-cu, 10-cu, 11-ci sinif şagirdləriniz, məsəl üçün, böyük uşaqlarsınız, hər halda bunu əvəz eləməyə bacaracaqsınız. Evə çatdı ki, zəng çalsın. Evə çatanda zəng çaldı. Gördünüz? Evə çatmışdı ki, zəng çaldı. Evə çatanda zəng çaldı. O evə çatmışdı ki, zəng çaldı. O evə çatanda zəng çaldı. Anda, əndə ilə əvəz elədimsə, cümlənin sxemini necə qururam? Budaq baş. Vergüldən əvvəlki cümləm budaq, vergüldən sonraki cümləmsə baş cümlə olur. Pis çəkdim. Nəsə, riyaziyyatla aram yaxşı deyil. Deməli, vergüldən sonraki cümləmizsə baş cümlə olur. Bu bizim bir istisnamız.
Bir də yadda saxlayın, çox vaxt dediyim kimi bu tip istisna cümlələrin əvvəlində yenicə təzəcə sözlər verilir. Yenicə təzəcəni gördün, heç anda əndəyə falan baxma, budaq baş götür. Yaxşımı? Yaxşı. İndi keçək m, mi, mu, mü sual ədatının funksiyasına, daha doğrusu fərqləndirilməsinə. Biz dedik ki, yadınızda da baharda demişdik. Yuxarıda demişdik ki, əgər m gəlsə, m olsa, biz bunu budaq baş kimi götürürük, düzdürmü? Birinci cümləmiz budaq, ikinci cümləmiz isə baş cümlə sayılır. Məsəl üçün, gəldimi görəcək. Gəldimi budaq, görəcək baş cümlə sayılmış, düzdürmü? Bir də bunun istisnası var. M, mi, mu, mü sual ədatı nə zaman baş cümlənin tərkibində olur? Budaq yox, baş cümlə. Əgər m sual funksiyasını daşıyırsa, bu zaman baş budaq olur. Yəni, baş cümlənin tərkibində olur, budağın tərkibində olmur. Məsəl üçün, sənə demədimmi? Demədimmi? Ora getmə. Aha. Sənə demədimmi ora getmə? Baxın, sual funksiyasını daşıyır. Ən rahat yol, birdən sual funksiyasını daşımağı da ağlınıza gəlməz falan filan. Çox sadə. Çox sadəyi. Bunlar rahat nə deyim mən sizə? M-mini anda əndə ilə əvəz eləyə bilirsinizsə, budaq başdır. Hani budaq başdır. Ay Allah, mən niyə başın şəklini belə pis çəkirəm? Budaq başdır. M-mini anda əndə ilə əvəz eləyə bilmirsinizsə, baş budaqdır. Çox rahat. Yəni, sadəcə əzbər olan bir şeydir. Bir zəhmət, bunu da əzbərləyin də, mən sizə əzbərləməyəcəm ki. Əgər m-mini anda əndə ilə əvəz eləyə bilmirsənsə, budaq baş budaq sayılacaq. Bax, m-mi sual ədatı anda əndə ilə əvəz olundusa, budaq baş, m-mi sual ədatı anda əndə ilə əvəz olunmadısa, baş budaq sxeminə tabe olur. Baxın, biri yazdım, sənə demədim mi, ora getmə. Bir də, məsəl üçün, bir dənə də nümunə yazaq. Məsəl üçün, evə, belə yazaq da, evə gəldimi, mənə, məsəl üçün, zəng etdi. Düzdürmü? Baxın, indi. 2 dənə cümlə vermişəm qabağınıza da. Bunu da siz fərqləndirin. Bax, ikisində də m-mini görürsən. Hə, deyəcəksən, indi mən nə bilim, burada hansı başda, hansı budaqdır. Tez qaydanı yadıva salırsan, canavar kimi. Deməli, m-mini anda əndə ilə əvəz elədiksə, budaq baş, əvəz eləyə bilmədiksə, baş budaq olurdu. Nəymiş? Sənə demədimmi, ora getmə. Sənə deyəndə ora getmə. Sənə demədimmi, ora getmə. Sənə demədim məndə. Bax, özdə midən sonra əvvələ baxsan da, burada dim var. Dimdən sonra anda əndə artıra bilirsən. Sənə demədim məndə ora getmə. Elə bir başqa dildə danışıram. Gördünüz, alınmadı. Deməli, alınmırsa nəymiş? Alınmırsa nəymiş? Bu zaman baş budaq sxemiymiş. Yəni, birinci gələn cümləmiz baş cümlə, vergüldən əvvəlki cümlə baş cümlə, vergüldən sonraki cümlə budaq cümləymiş. Bax, indi bura baxın bir də. Evə gəldimi, mənə zəng etdi. Baxın, evə gəldimi, anda əndə ilə əvəz eləyirsən. Evə gələndə mənə zəng etdi. Evə gəldimi, mənə zəng etdi. Evə gələndə mənə zəng etdi. Gördünüz, əvəz eləmək oldu. Deməli, minin olduğu cümlə, vergüldən əvvəlki cümləmiz nəymiş? Budaq cümlə, ondan sonraki də baş cümlə. Yəni, bundan rahat bir qayda mən bilmirəm. Yəni, doğrudan da tabeli tabelsiz mürəkkəb cümlə o qədər rahat mövzudur ki, özəlliklə tabeli mürəkkəb cümlə. Görürsünüz, sadəcə sxemlər, sadəcə əzbər. Isə nə var burada, nə var? Özünüz üçün sadələşdirin də, abituriyent hesabınız demək olar ki. Ki gördün, yalnız vergül gördün, heç nə baş budaq götürürsən. Yerdə qalan hallarda budaq baş götürürsən. Bir dənə istisnaları sadə olaraq yadında saxlayırsan ki, məsəl üçün vergül görəndə 3 dənə qabağımda seçim olur. Vergül gördüm, ki artıra bilirəmsə baş budaqdır. Vergül gördüm, sasi artıra bilirəmsə budaq başdır. Heç birini eləyə bilmədim, sadə cümlədir. Onu yola verirəm. Sonra iki dənə istisnamız var burada. Ki-ni anda ilə əvəz eləyə bilirəmsə, ki normalda nədə olurdu? Başın içində olurdu. Ki başın içindədir. Amma ki-ni anda ilə əvəz elədim, budağın içində olacaq. M, əgər anda ilə əvəz eləyə bilirəm, budağın içindədir. Anda ilə əvəz eləyə bilmədim, başın içindədir. Bundan rahat mən sizə nə deyim ki? Bu belə bir məsələ. İndi keçək tabelsiz mürəkkəb cümləyə. O da su mövzusudur. Çox su. Bunu yazmadım.
O da su kimi bir mövzudur çox. Tabesiz mürəkkəb cümlədə dediyim kimi məna əlaqələri çıxarıldığına görə sizə çox bir şey qalmır, yəni öyrənməlik. Sadəcə təhlil eləyirsiniz. Sadə deyilsə deməli tabesiz mürəkkəb cümlədir. Tabellik əlamətləri yoxdursa tabesiz mürəkkəb cümlədir. Məsəl üçün deyirəm ki, o çağırdı. Ay, mən niyə həmişə çağırdı sözündəğını yazıram birinci. O çağırdı. Mən gəldim. Mən gəldim. Aha, baxın, o çağırdı, mən gəldim. Gəldim kim? Kim gəlib? Mən. Çağırdı kim? O. Ümumiyyətlə mürəkkəb cümlədə, yəni hər halda cümlə üzvlərini keçib gəlmisiniz mürəkkəb cümləyə, oradan da bilirsiniz. Cümlə təhlilində birinci xəbərdən başlamaq lazımdır. Xüsusilə də mürəkkəb cümlədə hər zaman sizə belə bir, necə deyim, məsləhət verim ki, məndən sizə bir məsləhət olsun ki, cümlə veribsə sizə sintaksis mövzusunda istənilən şeydə birinci cümləni özünüz təhlil eləyin, sonra keçin. Bala, variantlara birinci şərti özünüz təhlil eləyin, sonra variantlara keçin. Yəni, belə cümləni oxuyum, tez variantlara keçim, elə şey eləməyin. Birinci cümləni oxuyun. Sonra o cümləni anlayın, təhlil eləyin cümləni, istər kitabın, istər vərəqin, istər dəftərin üstündə. Təhlil eləyin. Özünüz tapın ki, hə, burada birinci baş gəlibmiş, sonra budaq gəlibmiş. Məsələn, bağlayıcı vasitəsi ki, bağlayıcısı da aydınlaşdırma bağlayıcısı ilə bağlanıb, baş budaq sxeminə uyğundur. Fikirləşin bunu öz beyninizdə, ondan sonra keçin variantlara. Yəni, həmişə demişəm, yenə də deyirəm, şərti oxuyan kimi variantlara keçəndə bildiyiniz də yadınızdan çıxır, ona görə testləri səhv yazırsınız. Nəsə, harada qalmışdıq? Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə də budur. Gəldim, təhlil eləyirsən xəbərdən. Əgər hər xəbərdən bir şəxs çıxırsa, tabesiz mürəkkəb cümlədir. Gəldim kim? Mən. Çağırdı kim? O. Görürsən, hər xəbərin öz mübtədası var və sən buna mürəkkəb cümlə deyə bilirsən. İndi əlində qaldı tabeli olub, yoxsa tabesiz olmağı, o da ki, heç bir şey. Çox sadə. Birinci cümləni deyib dayana bilirsənsə, əvvəl nə demişdim? Birinci cümləni deyib dayana bilirsənsə, tabesiz. Birinci cümləni deyib dayana bilmədin, tabel mürəkkəb cümlə. Bu qədər rahat. O çağırdı. Füsun. O çağırdı deyib dayanıram da. Yəni, məcbur deyil ki, mən gəldimi də deyim. O çağırdı. Dedim, dayandım. Düzdürmü? Olur, tabesiz mürəkkəb cümlə. Əsas birinci 2 dənə qrammatik əsası tap. Hər xəbərdən bir sual çıxsın, hər xəbərdən bir mübtəda çıxsın. Ondan sonra problem yoxdur. Ola bilər ki, əlbəttə ki, mübtəda cümlənin tərkibində olmaya da bilər. Bayaq dediyim kimi. Dedilər, əməl etdim. İndi çox uzun cümlələr yazmıram ki, vaxt getməsin. Dedilər, əməl etdim. Bax, mübtəda yoxdur heç birinin tərkibində. Dedilər, sual verirsən, sualdan hərəsindən bir şəxs çıxacaq. Deyən kimdir? Onlar. Əməl eləyən kimdir? Mən. Əməl etdim. Kim? Mən. Görürsən, hər xəbərdən bir şəxs çıxdı. Olur, mürəkkəb cümlə. Sən əmin oldun ki, bu mürəkkəbdir. İndi əlində qalır bu tabeli mürəkkəbdir, yoxsa tabesiz mürəkkəbdir. Onu da tapmaq üçün deyib dayanırsan. Dedilər. Dedilər deyib dayanırsan, yəni dayana bilirsən. Dedilər. Dayandın, olur tabesiz mürəkkəb cümlə. Bir də bunda yaddaşa vurun ki, nəyi? Bu dedim ya, mürəkkəb cümlə, bax. Çağırdımsa, biraz məntiqsiz cümlə çıxacaq. Məntiqli bir cümlə, bir dəqiqə fikirləşim. Mənim cümlələrim məlum məsələ. Hə, bax, gəldim ki, məsəl üçün, gəldim ki, görüm. Düzdürmü? Gəldim ki, görüm. İndi deyəcəksiniz ki, gəldim, kim, mən, görüm, kim, mən. Düzdürmü? Hər ikisinin mənə aid oldu da. Yəni, mən bunu niyə tabel mürəkkəb cümlə deyirəm? Yəni, mən buna tabel mürəkkəb cümlə deməliyim. Niyə bu mürəkkəb olur ki? Axı, biz mürəkkəb cümlədə dedik ki, hər xəbərdən bir şəxs çıxmalıdır. O, tabesiz mürəkkəb cümlədə elədir. Tabesiz mürəkkəb cümlədə mütləqdir ki, hər xəbərdən bir şəxs çıxsın. Amma tabeli mürəkkəb cümlədə iki xəbərin ikisi də bir şəxsə aid ola bilər. Tabeli ilə sadənin fərqləndirilməyini də dedim. Bax, tabeli ilə sadənin fərqləndirilməyi buradaydı. Bax, bu qayda idi ki, tabeli ilə sadəni bu hissədə fərqləndirirdiniz. 2 artıra bildin. Tabelidir, sa artıra bildin. Tabelidir, heç birini artıra bilmədin. Deməli, sadəymiş. Bax, ona görə dedim də o qaydanı bəs. Görürsən, hər ikisi mənə aiddir. Niyə sadə yox?
mürəkkəb götürürsən, özdə tabeli mürəkkəb, çünki tabellik bağlayıcısı görürsən. Bu ayrı bir məsələ, bundan da əlavə. Heç bunu görməsən də 2 artıra bilirsən. Gəldim, görüm. Gəldim 2, görüm. Məsələn, budaq, daha doğrusu baş budaq d hərfinə oxşadı. Nəsə. Baş budaq deməli tabeli mürəkkəb cümləsi. Bu da belə. Bunlar rahat. Mən sizə yəni istəmirəm ki, durub kitab qaydası deyim. Yox, nə bilim, tabellik bağlayıcıları, yox da tabelliyə əlaqəsi, tabelliyə lazım deyil elə şeylər. Əsas tapmağın yolunu bilin. Heç kim sizin imtahanda ayaq üstə dur, qızım, dur filan qaydanı danış demir.